Azərbaycanda ilk arxeoloji tədqiqatlar nə vaxt aparılmışdır? Azərbaycanın ilk milli arxeoloqları kimlərdir? Onu deyim ki, Azərbaycan tarixi Rusiya tərəfindən Azərbaycan işğal olunandan sonra daima Rusiyanın və xarici dövlətlərin diqqət mərkəzində olmuşdur. İlk arxeoloji tədqiqatlar 1829-cu ildə Yanovski tərəfindən aparılmışdır və Qafqaz Albaniyasının qədimlikləri deyilən bir məqalədə də həmin tədqiqatların nəticələri belə desək çap edilmişdir. İlk dəfə Azərbaycanda arxeoloji tədqiqat aparan xarici, yəni Avropalı nümayəndə isə İsveç alimi Dubois de Montpellier'dir. 1834-cü ildə Göygöl rayonunda arxeoloji tədqiqatlar aparmış, fotoşəkillər çəkmiş, Yelizavetli və Göygöl əhalisini təsvir etmişdir. Onu deyim ki, o zamanki dövrdə Azərbaycandakı arxeoloji qazıntılar 1871-ci ildə yaradılmış Qafqaz Arxeologiyası Cəmiyyəti tərəfindən aparılırdı. Azərbaycanın ilk milli arxeoloqları kimdir? Onu deyim ki, Azərbaycanın ilk milli arxeologiya cəmiyyəti 1923-cü ildə açılmış Azərbaycanın tədqiqi və tətəbbüsü cəmiyyəti idi. Və Azərbaycanın ilk milli arxeoloqları Ələsgər Ələkbərov və Davud bəy Şərifov idilər. Azərbaycanın ilk milli qadın arxeoloqu isə Firuzə Muradova hesab edilir.